Azərbaycan Mətbuat Şurası Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi və Veysəloğlu Şirkətlər Qrupunun birgə təşkil etdiyi media müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirdə pərakəndə ticarət sektorunun ölkə iqtisadiyyatındakı rolundan danışılıb. Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu mövzusunda jurnalistlər arasında keçirdiyi araşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb. Hal-hazırda Azərbaycanda pərakəndə ticarətin 30-32% şəbəkələrin payına düşür. Lakin sərhədlər genişdir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 90-95% gəlib çatır. Milli Məclisin komitə sədri Azər Əmraslanov, Mətbuat Şurasının sədri Rəşad Məcid və layihə rəhbəri Məhəmməd Əli Qəribli çıxışlarında pərakəndə sektorun ölkə iqtisadiyyatındakı strateji rolundan danışıblar. Bildirilib ki, media müsabiqələri ictimaiyyətin diqqətini pərakəndə ticarət sektorunun real potensialına yönəldilməsi, bu sahənin iqtisadi sistemdəki yerinin daha dərindən analizi və ictimaiyyətə obyektiv informasiyanın təqdimatı baxımından xüsusi önəm daşıyır.